Nəzərdə tutulmayan yerdən keçirsiniz. Oradan yolu keçmək sizin təhlükəsizliyiniz üçün əsas vacib məsələ. Baxın, orada piyada zolağı var, görürsünüz piyada zolağını. Buradan keçmək sizin həyat və sağlamlığınız üçün təhlükəlidir. Sizi avtomobil vura bilər, siz piyadasınız. Yolu müəyyən olmamış istiqamətdən keçdiniz. Yəqin özünüz də bilirsiniz. Mən piyada xəttin orada olduğunu bildiyimə görə hətta buradan keçdim. Piyada xətti oradadır, düzdür, amma yeraltı keçiddən istifadə edə bilərsiniz. Keçdiniz. Yəqin ki, özünüz də fərqindəsiniz. Bəli. Burada hərəkət görüşü də çox intensivdir. Piyadaların ona görə keçməyi çox təhlükəlidir. Bu ərazilərdə yol nəqliyyat hadisələri çox olur.